ev barxı ilə təmin olunduq, işçilə təmin olunduq. Qısa müddətdə, demək bir 2 il ərzində təxminən 90-cı ilə qədər Xocalının əhalisi 7000 nəfəri keçmişdi. Yəni 2 il ərzində 4000 nəfərdən çox əhali Xocalıya gəldi. Bunlar Ermənistandan qovulmuş Azərbaycanlılardır. Dağlıq Qarabağın erməni yaşayış məntəqələrindən qovulmuş Azərbaycanlılardır və dediyim kimi Ağsıqa türkləri idi. Yəni bunlar hamısı hüququ tapdalanmış insanlarıdır. Qovulmuş, yurt yuvasından qovulmuş, incidilmiş insanlarıdır. Məcburən, zorla yurt yuvasından qovulmuş insanlarıdır. Bunlar Xocalıya pənah gətirmişdi. Böylece Xocalı'nın nüfusu 2 kattan fazla artar. Şehirde yeni konutlar yapılır, yerleşim alanları genişler. Göçlerle birlikte farklı ve güzel bir hayat başlar. Ancak Dağlı Karabağ'da çatışmaların hızlanması, Ermeni işgal ve şiddetinin artması, Xocalı'nın kara günlerinin başlangıcı olur. Həmin dövrlərdən demək olar ki, Sovet ordusunun hissələri bir növ Xocalını mühasirə vəziyyətində saxlayırdılar. Hər tərəfdən hərbi postlar qoyulmuşdu. Təsəvvür eləyin, Xocalıdan demək Azərbaycanın ən yaxın rayonu bizə Ağdam rayonu idi. 16 kilometr məsafə vardı aramızda. O 16 kilometrdə 5 hərbi post qoyulmuşdu. Bunlar erməniləri müdafiə eləmək üçündür, qorumaq üçündür və bizi mühasirədə saxlamaq üçündür. Ancaq biz yaşayırdıq və biz heç bir şeydən qorxmadan, çəkinmədən doğma yurt yuvamızı qoruyurduq, müdafiə olunurduq. 1987 yılından itibaren mevzi çatışmalar şeklinde başlayan Karabağ olayları 1990'lı yıllarla birlikte yayılmaya başlar. 1991 yılının Kasım ayına gelindiğinde ise Xocalı kuşatmaya alınır. Dağlı bir arazide bulunan bu küçük kent kısa süre içerisinde dört bir yandan düşman kuvvetlerince muhasıra edilir. Biz muhasirədəydik. Bizim nə çörəyimiz vardı, nə işığımız vardı, nə qazımız vardı, nə suyumuz vardı. Heç cür şəraitimiz yox idi. Bizdə də vertolyot da gəlmirdi ki, cəmaət qaçsın da, dağılsın, çıxsın. Körpə, qoca, zəlil, xəstə, əlil, hamısı oradaydı. Oradan bir nəfər də çıxmamışdı Xocalı şəhərindən. Xocada ermənilər başlayırdı hər axşam bizi ateşə tutmağa müxtəlif cüz silahlardan, avtomatlardan, pulemyotlardan, tanklardan və yerin göyün üzü tutulurdu. O qədər dəhşətli idi ki, biz o qədər qorxurduq, ağlayırdıq, hətta ürəyimiz də gedirdi. Xocalıda ermənilər bütün yol-yolağı bağlamışdılar. Xocalı yanmalıydı, bütöv yanmalıydı, torpağı yanmalıydı, ağacı yanmalıydı. Xocalı tamam kül rəngində olmalıydı. Bu ermənilərin Türk dünyasına vurduğu damğa olmalıydı. Böyük bir damğa olmalıydı. 1991-ci ilin sentyabrın axırlarından artıq mütəmadi döyüşlər getməyə başladı və bu elə-belə tək-tək döyüşlər deyildi. Müharibə başlandı. Sözün əsl mənasında müharibə başlandı. Halk buna rağmen toprağını terk etmez ve direnişini sürdürme kararı alır. Başlarında dönemin Xocalı valisi Elman Mehmedov vardır. 4 ay Xocalı tam mühasirə blokada vəziyyətində yaşadı. 4 ay. 1991-ci il noyabr ayının 1-dən 1992-ci il fevral ayının 25-nə qədər. Bu 4 ay ərzində biz şəhidlər də verdik, yaralılarımız da oldu, əsir düşənlərimiz də oldu, çox döyüşlər keçirildi. Ancaq biz mərdliklə müdafiə olunurduq. Bizim qətiyyən fikrimizə, ağlımıza gəlmirdi ki, biz Xocalını tərk eləyib gedək, vəziyyət qorxuludur, qaçmaq lazımdır, getmək lazımdır. Bu bizim fikrimizə gəlmirdi. Biz qərar vermişdik ki, biz son nəfəsimizə qədər, son damla qanımıza qədər döyüşəcəyik, vuruşacağıq. Kuşatma bu şekilde
1992 yılının Şubat ayı sonlarına kadar devam eder. Bu kısa ayın son günleri Xocalı Türkleri için yıllara denk bir faciaya dönüşür. 25'ine 26'sına keçən gecə dedilər ki, bəs Xocalı alınır. Hər tərəfdən Xocalı mühasirədədir. Heç kim inanmadı da, ancaq ki, ateşlər, tanklardan, toplardan, ateşlərdən hiss olundu ki, həqiqətən Xocalı alınır da, ermənilər girir. Ancaq ermənilər yox, 366-cı alayın polku idi, Rus əskərləri idi. Ən çoxu Rus əskərləri idi, qabaqca onlar gəlirdi. Bu, o vaxt Xankəndində dislokasiya olmuş Sovet ordusuna məxsus 366-cı alaydı, mutuatıcı alay. Yəni 306-cı mutuatıcı alay bütövlükdə ermənilərin əlində idi, ermənilərə qulluq eləyirdi və həmin mutuatıcı alayın bütün canlı qüvvəsi və hərbi texnikası Xocalıya hücumda iştirak eləyir. Mən bu hərbi hissədə özüm xidmət etmişəm və bu hərbi hissənin qüvvəsini mən yaxşı bələdəm. Bu hərbi hissə Rus ordusunun alayıdır. Onun tank və zirəhi 40'a yaxın tank və zirehli texnikası var idi. Ona yaxın raket qurğusundan atan qrad qurğuları var idi. Ondan əlavə minomyot batalyonu var idi. Bunlar hamısı birlikdə onu göstərir ki, bu ordu böyük qüvvəyə malik idi və böyük əməliyyatlar keçirməyə hazır idi. Onlar nə fason ki, bizim Xocalı kəndini hər tərəfdən mühasirəyə aldılar. Qocalar, qadınlar, uşaqlar, hamısı lüt. Bir köynə ilə onlar hamısı meşəyə qaçdı. Meşədə, qarlı, belə çoğunlu günlərdə biz heç bilmirdik cəmaatın hansı tərəfə, hansı yana, hansı səmtə qaçaq ki, ermənidən biz canımızı qutaraq. Xocalının eli silah tutan fərqləri tüm imkansızlıklara rağmen direnmeye devam eder. Ancak Sovyetlerin 366. alayı tüm ağır silah ve cephaneleriyle şehre ölüm kusturmaktadır. Təsəvvür edirsiniz bu nə deməkdir? Ki, eyni zamanda tanklar, toplar, minamyotlar, reaktiv ustanovkalar, başqa o iri çaplı silahlar ateş açır. Qulaq səs eşidilmir. Ya böyründə danışan adamın səsini eşidə bilmirsən. O gürültüdən, nəriltidən, ateş səslərindən heç bir şey eşitmir. Ayağının altında torpaq silkələnir. Evlər başlayıb yanmağa. Qadınlar, uşaqlar, qocalar qışqırır, qaçır. Yəni bunu idarə eləmək lazımdır. O dövrdə bizdə Xocalıda olan silahlar nələrdən ibarət idi ki, biz müqavimət göstərə bilək bu hərbi texnikaya. Yəni o hərbi texnikaya müqavimət göstərmək üçün bizdə bir silah yoxdur. Bizdə olan silahlar avtomat silahlarıdır və 4 ədəd əl pulemyotumuz vardı. 4 ədəd. Bununla da o hərbi texnikaya qarşı durmaq olmazdı. Bu durum üzerine direnişin önde gelenleri şehri boşaltmaya karar verirler. Ancak tüm çıkış yolları tutulmuş olduğundan en emniyetli istikamet Meşelik denilen ormanla kaplı dağ yoludur. Bu sırada şiddetli bir kış yaşanmaktadır ve yollar kalın bir kar örtüsüyle kaplıdır. Biz təxminən saat belə 3'ə qədər, gecə saat 3'ə qədər müqavimət göstərə bildik. Sonra gördük ki, artıq əhali qırılır. Qırılanların da çoxu qadınlardır, uşaqlardır və bunları xilas eləmək lazımdır. Onda mənim tərəfimdən komanda verildi ki, artıq şəhəri tərk eləməliyik biz. Biz döyəkçiyik. Biz o torpaq uğrunda ölməliyik, ölə bilərik və ölməliyik də. Ancaq qadınlar, uşaqlar, qocalar, xəstələr var. Bunları xilas eləmək lazımdır, bunları çıxartmaq lazımdır. Buna görə biz bir istiqamətdən başladıq çıxmağa. Yəni o istiqaməti seçmişdik ki, orada yol yoxdur.